Keçmişin izləri, Qərbi Azərbaycan adət və ənənələri, Qərbi Azərbaycanın mədəni izlərini daşıyan insanların xatirələrinə səfər edən video məzmun layihəsidir. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir və videoda səsləndirilən fikirlərə görə Gənclər Fondu məsuliyyət daşımır. Layihə rəhbəri Müşfiq Mehdizadə. Mən Əmrah Şakir Heydəroğlu 1959-cu ildə Şınıq Mağalının Dörtlər kəndində anadan olmuşam. Mənim atam, anam Göyçə Mahalından köçüb gəlmiş şəxslər olub. Atam özü 1930-cu ildə Ağbulaq kəndində anadan olub. İndiki devirdə Krasnoselska adlanan o vaxt Çəmbərək adlanıb. Ağbulaq kəndindən köçüblər. 1943-cü ildə babam Əmrah Şükür Salmanoğlu ailəsində yığıb Şınığın Mormor kəndinə gəliblər. Orada bir müddət yaşayandan sonra Qasmağalı kəndinə gəliblər. Bir müddət də orada yaşayandan sonra köçüb gəliblər Novosaratovka kəndinə. Vəziyyət elə gətirib ki, atam yenidən qayıdıb Şınıq Mahalına. Orada savxozda şofer işləyib. Anamın anası, o da Göyçədəndir. Ta 1988-ci ilə qədər orada yaşayıblar. Aşağı Şorca kəndində. 88-ci ildə ermənilərin Azərbaycanlılara qarşı elədikləri müharibədə köçüb gəliblər Şəmkir rayonunun indiki Çənlibil kəndinə. Göyçə Mahalı böyük mahaldır. Orada əksəriyyət kəndlər Azərbaycan kəndləri olub. Çəmbərəyin olub aşağı Gölkənd, Çaykənd, Əmirxeyir, Ağbulaq, Şorca, aşağı Şorca, yuxarı Şorca. Basarkeçər rayonunda orada Bala Məzrə olub, Böyük Məzrə olub, Daşkənd olub. Daşkənddə Seyid Barım ağa yaşayıb. Mən o ocağa getmişəm. Bir müddət mən xəstə olduğuma görə atam məni o ocağa aparıb. O ocaqda Seyid Barım ağada olub Alqaytın babası. Aşağı Alqaytın babası olub. Mən getdim, gördüm o kəndi. Daşkəndi də gördüm, aşağı Şorcayı da gördüm. Anamın dayısıgil orada yaşayıb. Ta 88-ci ilə qədər. Ondan sonra da qaçqınlıq düşdü. Hələ bir tərəfə anamın dayısının oğul evladı yox idi. 4 qızı var idi. Anamın dayısının adı olub İmaməli. Həyat yoldaşının adı olub Midvari. Qızları Elmira, Çiçək, Şirin, Raya. Hal-hazırda onlar haqqında heç bir məlumatımız yoxdur. Hardadılar, ha tərəfdə yaşayırlar, bir məlumatımız yoxdur onlarda. Adət ənələri də belə idi. Ağbulaq kəndində yas mərasimində indiki kimi ət ehsanı yox idi. Halva pişərdi, cəmaat oturardı, yeyərdi. Gedəndə də qadınlara bir püküm halva, 1 kilo da qənd. Taşlı 88-ci ildə deportasiya olunub Azərbaycanlılar oradan. 1905-də bir olub, 1918-də bir olub, 48-də bir olub. Axırıncı ilə 88-ci ildə oradan tam Azərbaycanlıları köçürüblər. İndi Dədəbaba yurt Azərbaycan torpağı olub. Ermənilərin orada heç vaxt yaşayış yeri olmuyor. Krasnoselska rayonunun yuxarı çıxanda Darama deyirlər. Daramanın başında həmin kənd yerləşir. Orada Seyvan gölünün, Sevan deyirlər, bizim Sevil gölü olur. O gölün küləyi qışda oraya bərk təsir edirmiş. Orada yaşayanlar hamısı əvvəllər Qaradamda yaşayıb. Mal təsərrüfatları da əkinçilik, maldarlıq olub. Sonradan axırıncı bu son vaxtlarda orada daş evlər tikilib. Ona qədər əhali Qaradamlarda yaşayıb. Malını, heyvanını da Qaradamda saxlayıblar. Oranın da adəti gözəl olub. Ata-babamızdan eşitdiyimizə görə toy mərasimi belə gözəl keçib. O Seyid Barım ağa dediyim Alqaytın babası olub. Atasının da adı Bayramdır. Ana babası olub. O bir gecə yuxusunda görüb ki, qapısına maral gələcək. Səhər-səhər yoldaşına deyir ki, dur həyət bacayı süpür, evimizə qonaq gələcək.
Deyir, kim gələcək? Səhər yeni açılıb. Deyir, sən görəcəksən. Maral balası durmurmuş. Maralın. Gəlir səhər-səhər maral balası da yanında, döşü də dolu süd. Seyidvarım ağa deyir ki, dur o maralı sağ. O südünü bizə nəzir deyir. Bizim ocağa. Seyidvarım ağanın həyat yoldaşı durur, maralı sağır. Maral çıxır gedir. Yoldaşı hamiləymiş. Yoldaşı uşağa yatanda qız evladı olur. Onun adını Maral qoyur. Maral da Aşıqal Qayıtın anası olur. Biz o ocağa getmişik. İndi nə gəzir ocaq? Ocağı ermənilər hamısı çıxırıb, batırıb. Atam safxozda sürücü işləyib 40 il. Anam safxozda fəhlə olub. Səhər-səhər durardılar. Biz uşaq idik. Kənd yeri. Təsərrüfatla, toyuqla, cücəylə, malla, yaxşı mal saxlayardıq. Toyuq cəmiz olardı, toyuq qazımız, çıxardı, hər şeyimiz. Öz həyat torpağımız da böyük idi. Kartof səpərdik. Ermənilər o 88-ci ildən qabaq hər payız gəlib bizim kətlərdən maşınlarla kartof yığıb aparardılar. Mən özüm getmişəm bir dəfə İrəvana kartof satmağa. Onda əmin-amanlıq idi. Ancaq nə qədər əmin-amanlıq olsaydı da biz erməni dilini bilmirdik. Gələn o yaşlı ermənilər, cavanlar yox, yaşlılar. Bir-birinə deyirdi Türkiz. Türkdür. Biz nə qədər burada yaşasaq da, günümüz xoş keçsə də, o Qərbi Azərbaycanı görməsək də, bizim qanımızda Göyçə qanı var. Nə vaxt bizim o torpaqlar, Azərbaycanlılar oraya köçəsi olsa, məmnuniyyətdir. Çünki ora bizim vətəndir. Şah İsmailin vaxtında Dağıstandan bəri hamısı Azərbaycan torpağı. Gənə bugünə şükür ki, bizim millət ayağa qalxdı, Qarabağı azad edir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı. Bugün qayıtmaq imkanınız olsa ilk haranı ziyarət edərdiniz? Dədəbay baba yurdumuz. Ağbulağı, Basar Keçəri, Şorcayı, onlar.